Salam, yeni bir videoda hər birinizi yenidən xoş gördük. Bu videoda Yaxın Şərqdə, yəni İslam dünyasında tarixən mövcud olmuş dahi İslam mütəfəkkirlərinin, İslam alimlərinin təcrübi pozitiv elmlər barəsində yazdığı kitablara, apardıqları araşdırmalardan qısa olaraq danışmaq istəyirəm. Bildiyimiz kimi İslam tarixində Beytul Hikmə adlı bir tərcümə mərkəzi olubdur ki, orada müxtəlif mədəniyyətlərin, müxtəlif millətlərin alimlərinin kitabları ərəb dilinə tərcümə olunmağa başlamışdır və buna tərcümə hərəkatı deyirlər. Və həmin tərcümə hərəkatında hansı elmlərdə kitabların və hansı alimlərin kitablarının tərcümə olunmasını qısa olaraq danışmaq istəyirəm. Tərcümə hərəkatında bir çox elmlər barəsində yazılmış kitablar tərcümə olunmuşdur. Təcrübə elmlər daha doğrusu. Riyaziyyat sahəsində Evklid, Ptolemey kimi alimlərin, Pifaqor və ya Teon kimi alimlərin kitabları tərcümə olunmuşdur. Astronomiya sahəsində Ptolemey, Hipparxusun və başqalarının, təbiət tarixi sahəsində Plinin əsərləri, biologiya, botanika və farmakologiya sahəsində Aristotel, Teofrastus və başqa alimlərin, fizika sahəsində Aristotel, Evklid və başqa alimlərin, kimya sahəsində Demokrit və İskəndəriyyə alimlərinin əsərləri, həmçinin İran və Hindistanda yaşamış bəzi alimlərin və o yerlərdə inkişaf edilmiş elmləri barəsində yazılmış kitablar tərcümə olunmağa başladı. Və bu elmlər barəsində yazılmış kitablar tərcümə olunmağa başladıqca İslam dünyasında müxtəlif alimlər, böyük alimlər yetişməyə başladı. Və həmin sahələrdə yazıb yaratmış bəzi alimlərin adlarını burada zikr etmək istəyirəm. Riyaziyyat elmi sahəsində Muhammed ibn Musa Əl-Xarəzmi Kitab-ül-Hisab adlı əsər yazmışdır. Qiyasəddin Cəmşid Kaşi Mifatuhul Hisab adlı kitab yazmışdır. Trigonometriya sahəsində yazılmış ilk kitab məşhur Azərbaycanlı alim olan Xacə Nəsirəddin Tusinin əsəri kitabı vardır. Yəni Xacə Nəsirəddin Tusi bu sahədə ilk kitab yazan şəxsdir. Əbu Reyhan Buruni də həmçinin bu sahədə araşdırmaları vardır. Cəbr elminin banisi də bilindiyi kimi Xarəzmidir ki, Əl-Cəbr Əl-Müqabələ adlı əsər yazmışdır. Nəzəri musiqi barəsində də araşdırmalar vardır və Fərabi, İbn Sina, Ürməvi, Qütbəddin Şirazi kimi alimlər bu sahədə müxtəlif əsərlər yazmışdır. Astronomiya sahəsində müşahidələr əsasında Zic adlı yeni cədvəl təyin olunmuşdur, yaradılmışdır və İbn Yunusun Zici Hakimi, Xacə Nəsirəddin Tusinin Zici Elxani, Uluğ bəyin Zici Uluğ bəy adlı əsərləri vardır bu Zic təqvimi cədvəl barəsində. İlk rəsədxanalar da elə İslam dünyasında inşa olunmuşdur. Həmçinin İslam astronomları Astrolab adlı cihaz kəşf etmişdilər. Bunun da bu sahədə, astronomiya sahəsində müəyyən əsərlər yazmışdır. Planetlərin hərəkəti ilə bağlı Qütbəddin Şirazinin Nihayətul İdrac adlı əsəri vardır və başqa alimlər də astronomiya barəsində əsərlər yazmışdır. Onlar bir hissəsidir təbii ki. Coğrafiya sahəsində İbn Hovqəl, Biruni, İdrisi, İbn Sina kimi alimlər böyük əsərlər yazmışdır. Optika sahəsində isə İbn Heyzəmin Əl-Mənazir adlı əsəri vardır. Qütbəddin Şirazi və onun tələbəsi olan Kəmaləddin Farisi göy qurşağının necə yaranmasını kəşf etmişdilər. Hərəkətlə bağlı araşdırmalar İbn Sina və İbn Bacə kimi alimlər aparmışdır. Təbiət tarixi barəsində Cahizin Kitab-ül Heyvan, Dəmirinin Həyatul Heyvan, Cabir ibn Həyyanın Əl-Kimya kimi əsərləri vardır. Və həmçinin tibb sahəsində də müxtəlif alimlər müxtəlif əsərlər meydana gətirmişdir ki, onun ən məşhurudur ki, İbn Sinanın Əl-Qanun Fit-Tibb adlı məşhur əsəri vardır ki, bütün Qərb və Şərq dünyasında da məşhurdur. Həmçinin
Razinin də bu sahədə müxtəlif əsərləri vardır ki, Razi də tibbdə ilk dezinfeksiyanı, yəni spirtdən dezinfeksiya üçün istifadə etmişdir ki, bu da tarixdə öz izini qoymuşdur. Və bu adını çəkdiyim alimlər və adını çəkdiyim elmlər sadəcə İslam dünyasında araşdırılmış çox kiçik bir hissəsidir ki, və bu sahə üzərində böyük araşdırmalar, böyük kitablar yazmaq olar. Əsas məsələ budur ki, biz bu şəxslərdən nə götürdük? Biz bu şəxslərin qoyduqları bu irsdən nə cür istifadə elədik? Bizim bu cür alimlərimiz var deməklə, bizim bu cür alimlərimiz var deyərək fəxr etməklə məsələ həll olunmur. Əsas məsələ budur ki, biz bu alimlərin irsini necə davam elətdirdik? Misal üçün, bu alimlər öz dövrlərinin çətin şəraitlərində bu elmlərlə məşğul olmuşdurlar. Və biz niyə bu cür müasir inkişaf etmiş dövrdə bu elmləri onlar kimi irəli apara bilmirik? Ola bilər ki, onlar öz dövrlərində bu elmlərdən məşğul olmaqla müəyyən səhvlər etmiş ola bilərlər, müəyyən səhv fikirlər demiş ola bilərlər. Amma əsas məsələ odur ki, onlar bu elmlərlə məşğul olmaqla böyük addımlar yaratmışlar və elmi müəyyən mənada inkişaf etdirmişdirlər. Və niyə biz bu şəxslərin irsini davam etdirə bilmirik? Əsas sual budur. Əsas məsələ budur. Onlarla fəxr etməklə, onların adını zikr etməklə, yəni kimsə İslam dünyasında elm yoxdur deməklə biz bu şəxslərin adlarını çəkməyə başlayırıq. Amma səhv edirik, həqiqətən səhv edirik. O şəxslər öz dövrlərində bunu etmişdirlər və bizim ən böyük günahımız odur ki, onların irsini davam etdirə bilmədik. Ümid edirəm ki, İslam dünyası və müsəlmanlar bu məsələyə ciddi yanaşar və bu cür alimlərin irslərini bu şəxslər kimi davam etdirməyə bacararlar. Mən demirəm, bugün dünyamızda elmlə məşğul olan İslam alimləri yoxdur, müsəlmanlar yoxdur, var. Sadəcə bu şəxslər kimi elmi bu qədər irəli apara bilmişdilərmi, orası artıq sual altındadır. Bugünlük bu qədər. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.